Tut həyətdə bir evtik geçsin qalsın orada. Buyur xanım. Ləman xanım, salammış olsun. Soxuruq cəmaltın evinin içinə. Ləman xanım, biz ailecek baxırdık sizə, dedim, elə belə qoşulum. Yaxşı elədin canım, çox sağ ol. Ümumiyyətlə, yaxşı ürəyim, çox sağ ol. Ümumiyyətlə, olmaz. Lap adamın bacısı belə olsa, ailə qurub ayrılıb, cavan ailənin yanına başqa adamı soxmaq olmaz. Mən xoşlamıram elə şeyi. Nə olsun qardaşı, rəhmətə gedib arvadı, subay qadındır. Ayrı bir ev tikin verin, geçsin yaşasın. Nə var, gətib soxmuşsan evli adamların içinə. De gördün, xoş qiriyyət çıxdı. Şok edə prosta. Alo. Xoşum gəlmir mənim elə şeydən. Bu da ki elə bir ki aspetroldan yığır. Sabine çok güzel. Kızlar sizce bana balina gelir mi? Sence? O Sinan değil, ben kimi diyeyim? İzleyiciler sizce bana balina gelir mi? Sence? Gələr. Ağzından çıxdı. Moto yok, balina istəyirəm mən. O moto değil. O diyen kimi gəlir. Kızlar bilsiz ne istəyirəm? Kaplan. O 15K'lık şey var, şir ondan. O dedi geldi, mən gələr, mən hara gəldi. Nömrə neçədir? 077 318 3099 Şiratım. Açıq şiratır. Çabab, kartoşka çababdan dadlı değil. Çox qəşəkdir. Amma çabablar da qəşəkdir. Adam başı salıb. Bir antrikot yedim, bir antrikot. Telefon atım, hə? Atda. Doğrudan atırsan. Buna hədiyyə atan yoxdur. Qulağına kim deyəmirəm? Bədbəxt adam əmi. Alo. Alo, Belə. Ləman xanımdır? Yo, hara yığmısınız? Hə, üzr istəyirəm. Doğuş evidir xanım bura. Alo. Doğuş evidir, doğuş evi. Ləman xanım, sizə bir xərç eləsəm olar? Atır vız güzel güzel. Kızı culağa koy kaşlardak. Bayaqdan Ləman xanımdır. Tıbas verəz. Xahiş edir məndən. Canına baxın, mən yığız deyil Ləman xanımdır. Görmür Ləman, nəyə məzələnir? Oradan da o birisi otaqdan o birisi hırıldayır. Hörmətsizlik eləmədim, hörmətsizlik o elədi. Lağa qoydu, cavabını da aldı. Görsən normallarla normal danışıram. Elə hər zəng eləyən burada məni çox istəyəndir. Görmüsən lağa qoyur o birisi otaqdan. Gül açıb eləmir, nəyimə gülür? Canlıdan baxıb deyir Ləman xanım, sırf sizin bir xəşəyimdə. Şitsən, gəl duzda. Lağa qoymasın, cavabını da almasın. 33 yaşım var, bəlkə də 18-19 yaşında qızdır. Vaxtında ərə geçsəydim, 10 boyda uşağım var idi. Alo. Oy. Oy, mədəm yandı. Alo. Alo. Bəli. Salam Ləman xanım, necəsiz? Salam, salam. Sağ ol canım. Yaxşı olmuşam. Hamı zəng edib sizə necə deyim, acı hekayələr danışır. Mən xoş danışmaq istəyirdim. Nə yaxşı, danış. Ha. Bayaqçı xanım dedi, tez ailə qurmaq pisdir falan. Əslində mən də fikirləşirəm. İnsan biraz həyatını yaşayıb, özünü tanıyıb ailə qurmalıdır. Amma mən öz başıma gələni danışacağım sizə. Mən dırnaq ustası işləyirdim. 19 yaşım var idi. Biraz çətin ailədə böyümüşəm. Elə 3 qardaşım, bir bacısı olmuşam. Məni belə şalvar geyinmək, çölə çıxmaq, telefon heç nəyə qoymayıblar da, heç nəyə. Amma 19 yaşımda dırnaq ustalığına getdim. Məni 9-dan çıxardılar deyə bir peşə öyrənmək istədim. Qardaşım aparıb, anam gətirirdi məni.
Bizim mənim yoldaşımın anası BBC bağışlayın. Bizim 6-cı mərtəbədə qalır, mən 4-də qalıram. Belə anam tanış elədi məni yoldaşımla, yəni sırf anam tanış eləyibdi də, mən tanış olmaq istəmirdim. Yəni 19 yaşımda nişanlandım, 20 yaşımda evləndim. Yəni bu dəqiqə çox xoşbəxtəm. Buradan arzulayan hamıya necə deyim, arzuluyuram ki, hamı belə olsun təki. Düzdür, hamının necə deyim, 19 yaş gec deyil ki, tez deyil ki. Hə, yəni mən amma 20 yaş tezdir ki, normaldır. Yox, yoldaşım məndən böyükdür, ona görə deyirəm. Neçə yaş böyükdür? Yoldaşım məndən 13 yaş böyükdür. Normaldır. Amma belə 13 ildən sonra görəcəm səni. Belə deyim də, məni çox lağa qoydu ki, bəs sən nə olmuşdu? Yoldaşım mən onunla evlənəndə o ofisant işləyirdi. Amma bu dəqiqə biz evlənmişik. Bizim bir oğlumuz var. Biz evləndik, əl-ələ verdik, ev də aldıq. Yoldaşım maşın da aldı. Həmən işlədiyi restoranda bu dəqiqə özü sahibkarda müdür oldu. Yəni bu dəqiqə məni o lağa qoyanlar ki, ofisanta ərə gedir. Yoldaşım yataqxanada qalırdı mənim. Mənim bəs anama tamam elədilər ki, sən qızını çöldən tapırsan, ofisanta verirsən, o sənin qızını aparacaq yataqxanaya falan. Bu dəqiqə amma inanın o mənə lağ eləyənlər onlar kimə gedib ki? Həyatımı arzuluyur. Onlar kimə gedib? Vallahi heç kim hələ axtarırlar. Gündə birindən bir tində gəzirlər. Bizim qonşuda bir dənə qız var idi. Onun bunun ərinə lağ eləyirdi. Hamının ərinə. Bu buna getdi. Başında da məndən betər 2 dənə tükü var idi qızlar. Kim ərə gedirdi, lağ eləyirdi, lağ eləyirdi, lağ eləyirdi, lağ eləyirdi, lağ eləyirdi. Axırda beləsinə getdi. Bir dənə oğlanın pulu var idi, dedi, bax. Kopya. Quran haqqı, bax. İndi o dəstiri o yadıma düşdü. Allah səni xoşbəxt eləsin, bacı. Çox sağ olun sizlə Bahim. Sağ ol, inşallah 13 ildən sonra xoşbəxt olun yenə də. İnşallah, çox sağ Sağ ol canım. Xoşbəxtlik, yenə də xoşbəxtlik. Alo. Sağ ol. Sağ ol. Canım yerimdən. Axır ki, sığ düşə bildim. Sən o kökəli barıqlayan qızsan? Yox. Hə, onun səsinə oxşadı. Hə, buyur aşkım. Yox, dişlərimi çəkdirmişəm, düzəltdirmişəm, çöktürmüşəm. Pazlayacaqdım. Hamid bəy, çox sağ ol. Hə. Yox, birinci də buydu, mən sizə yiyirəm. Hə, buyur. Yuş olsun. Sağ ol aşkım. Axır ki, yiyim. Sağ ol. Allah kısıldı, çox istəyirəm buranı. Mən də eləyirdim, silindirdi də, mən də quşuyum. İşte vaxtda bu kimi oturup 5 dəqiqədə uzunuz, 10 dəqiqədə oturup baxıram. Sana yetim. Az nə qədər maaş alırsan? Az 500 manat, heç nə. Neçə saat işləyirsən? 8 saat benim. Yaxşı da. Bir şükür yenə də. Elə ki, görək öz işimizdə. Yəni, lap yaxşı. Xeyirli olsun canım. Çox sağ ol. Yazılmalıdan başladıma. Çox sağ ol. Ailəm necədir? Yaxşıdır canım, çox sağ ol. Yaxşı olsun. Elə bax, sənin üçün yığdım. Sonra belə danışmağa, başqa heç nə. Nə qaraltısı şey danışanda öyrəm. Həmişə baxıb sənə xoş olmamda yəni belə. Çox sağ ol aşkım. Öpürəm deyim. Sağ ol ürəyim. İşində uğurlar. Çox sağ ol canım mənim. Kimsə çırrır özünü telefonda bu yağdan. Çırrır. Alo, özüm də həyacanlanıram. Belə tez-tez bir adam zəng vuram. Deyim, görsün nə olub. Geçim, tuvaletimin şotkası geldi. Ne oldu, bir yerden danışırdım, yığırdın, yığ da. Alo. Kızlar, sizce bana balina gelir mi? Buyurun. Salam gözəlim, necəsən mən bala? Salam, yaxşıyam, çox sağ olasın. Necəsiz? Can, TikTok'un kraliçası, ürəyim mənim, canım mənim. Çox sağ ol. Başıva dönərəm səni. Allah Səni eləməsin, çox Allah eləməsin. sevirəm.
Çox sağ ol. Allah'a and olsun səni çox sevirəm. Dünya bir yana, mənim qızım bir yana, sadamacım bir yana. Allah saxlasın. And olsun Allah'a, Allah'a and olsun. Allah Ləman balanı da xoşbəxt eləsin, baxtavar olsun. Çox sağ ol ürəyim. Allah onun xeyrini sənə versin inşallah. Sağ ol ürəyim, sağ ol. Allah Həmişə razı olsun. ondan fəxr eləyəsən, həmişə ondan güvənəsən inşallah mənim balam. Çox sağ olun. Sen, Çox sağ olun. sen İslam veren kızsan, sen her bir şeyi yatızdıran kızsan. Allah yüreğine göre versin. Sağ ol canım. Çox sağ ol. Canınızda Xoş sözlərə her gəl. gece PK'larda her gece ya bakıram. Bak indi bu dəqiqədə sana bakıram ben. Sen benim yüreğimsin. Sağ ol, Sen benim xalacan. canımsan. Hə də hə, çalışdı. Sana Hə, nə kurban oldu? oluram. Hə, can, çox. Heç seni çok isterim ben. Dünya bir yana, sen de bacım bir yanasın. Can, çox sağ Seni ol çok ürəyim. isterim. Allah sizi var köməyin eləsin. olsun. Sağ ol, fəxr eləyəsən həmişə öz əzizlərinlə. Mən də sizi çox istədim. Çox sağ olun. Sağ ol ürəyim, çox sağ ol, boşuma dönərəm, sağ ol. Sağ ol aşkım. Atamın xalasının səsi də. Yaxşı gic-gic danışma. Görsən, sevirlər də məni. Bu zona sevir məni. Mən ümumiyyətlə bütün zonalar sevir. Bəli. Necəsin? Yaxşıyam. Qız da oğlandı danışan. Allah. Necəsin, Ləman xanım? Sən baxıram. Xoşun gəldi sizdən. Sizin ayaqlarla sizdən də səs gəlmirsiniz mənə. Diriciyim ya. Amma nə səsdir? Ne bileyim valla. Olur da hayat. O gün Türkiye'de bir tane oğlan gösterdiler. Energetik hiç gitmedi. Böyle qalıb. Axırda onun gününə düşəcəm. Oy. Uy. WhatsApp'a yazmayın, yığın. Kebabı yedim, reklam yadımdan çıxdı ya. Gözler. Anladım. Dübarə deyəm, Saqonla bayaqlarım yağ yudub. Boşsa qara sərdi, birazdan da Saqo ağ yub qara sərə. Yenə mən qalaram ortalıqda dübarə. Çatda düzdü yaza. Tırqa verə hər şeyin üçün zibil qoyduz. Dübarə. Bayaq Məboş mənə yazıb. Ləmoşum, neyinirsən? Ləmoşum da ləmoşluq qoydum. Oy. Alacağınızı getlər. Allah onlar barışacaqlar. Baxacaqsınız. Yana da siz qalasınız ortalıqda. Balin atın qızlar. Alo. Bir dəqiqə. Alo. Alo, salam əleyküm, Salam. axşamınız. Ləman xanımdır. Hmm. Ləman xanım, əvvəla sizi salamlayıram. Sizin narahat eləyən Topbuş bacıdır Gəncə şəhərindən. Lap yaxşı, buyurun. Mən istəyərdim ki, yəni bütün izləyicilərimiz də istəyir ki, əgər imkanınız olsa bizi qoşardınız. Yo, pek eləmirəm, Rəyim, çox sağ ol. Eləmi? Yo, Yaxşıdır. eləmirəm, amma takip eləyərəm, sonra eləyərik. Bir də ki, bir şey demək istəyirəm bacı. De, bacı. Üzün yanmışdı. Üzün nəsə olmuşdu. O qədər sənə izləyicilərimiz... Sən o klon işləyən qızsan? Hə, bacı. Hə, tanıyıram səni, çox istəyirəm səni, zəhmətkeş qızsan sən. Çox sağ ol. Elə canlıda qızımın kravatda yox idi. Yerdə yatırdılar onlar. Hə.
biz ona pul yığırdıq ki, qızlara kral. Yox, mən pul yığmağa qarışmıram. Belə yalan deyirəm. O işləri bir daşına atmışam. Yox bacı, yığdıq qadan alaram sən var ol. Yaxşı elədin. Evavut mebel evi də bizə bir dənə hədiyyə verdi. Sağ olsun. Yaxşı adamlar çoxdur. Möcəb olur. Hə? Yaxşıdır, əyim, çox sağ ol. Sənin işin gücün nətərdir? Allah nə la düzdür, sən Bakıda yaşayırsan. Gəncədə olsaydın qızın ad günündə hədiyyə verərdim personajda. Çox sağ ol. Görürəm sən arada keşfətə çıxırsan qabağıma. Sən də zəhmətkeş qızsan. Mən sən çoxdan mən istəyirəm. Düzdür, biraz məhkəmə əsəbisən, o havuzda olur da, əsəbləşdirirlər. Boş ver onları, hə. İzləyicilərim hamısı sizi salamlayır. Mən də sizi öpürəm. Çox sağ ol. Mən də onları Çox salamlayıram. sağ olun. Ləvaxa. Bir gün Gəncəyə düşsə yolunuz, qızınızla zatdan. Gözüm üstündə yeriniz var. Düzdür, evimiz kasıb evdir. Can, nə olsun? Yox, biz varlı evimdə kiraya qalıram buna. Yaxşı. Hanı deyirlər yekə xala qızdır. Deyirəm, lə yekə xaladır, danışırlar la. Onlar öyrəşib mən poxumu yeməyə. Yaxşı, aşkım. Öpürəm səni, çox sağ ol. Sağ ol, qadalarım. İşə xana deyiləm. Qız bürcə özündən razı görsə hər qıraqdan. Heç vaxt özündən razı görsən adamları pis bilməyin. Onlar ürəyi ən təmiz adamlardır. O yalandan belə oturanlar var ha. Mən onlardan qaçıram. Qaçmışam, qaçacam da. Çünki özümdən bilirəm. Mənlə dostluq elə çıxardıb şalvarımı da verəcəm sənə. Amma üzüm sərt olsa da ürəyim o deyil. Nə olsun dilim acıdır. Əsas dil deyir ki. Alo. Onu gördü, bəxtim yoxdur. İstifadəçi olsaydım 7 ildə evimdə olardı, hər şeyimdə. Mən elə şeyləri bacarmıram. Fərasətsiz şeyəm, bədbax şeyəm. Allah da mənə bu cür bədbax yaradıb. Oy. Ay Allah. Oy. Bəli. Bu yan hızıba.